Bu daş, bu qəbir daşı, bu mənim dostluğuma, yəni Adil daimin qəbridir. 1963-cü ildə anadan olur və 1974-cü ildə dünyasını dəyişir. Görürsənmi? Allah rəhmət eləsin. Dayı sana Allah ruhunu şad eləsin. Artıq sən də ruhun azadlıqdadır. Və qəbirstanlığın azadlıqdadır. Allah ruhları şad, Allah rəhmət eləsin. Əziz dostlar, bura Həmralların qəbirstanlığıdır. Yəni bu qəbrin artıq biz ziyarət eləməyə gəlmişik. Şimdi nənəmizin qəbrini axtarırıq. Allah burada yatan analarımıza, cəmi burada yatanlar Allah rəhmət eləsin, Allah ruhları şad eləsin. ...30 yıldan sonra, artıq 32 yıldan sonra, yəni qəbirstanlığımızla, yəni belə deyək ki, yəni görə bildik. Bunlar köhnə qəbirlərdir. Bu da Zaur İbrahim oğlu. Yok, biz hemenler göre diyelim. Mamam dedi ki, rahmetli nenemin kabri ikinci tarafındaydı. Rahmetli yukarıda hele değil. He. Bak yukarıda değil madem. Dedi bir kalbi yerdeydi. Ona yakın edin dedi. Bu da atıyor o. Bu da kişinin qəbridir. Allah rəhmət eləsin, Allah ruhlarını şad eləsin. Axtarırıq. Bu yazıları da baxa bilir. Üstünə yazı var, değil mi? Yok, bu da değil. Nerede yukarıda çıkar? Yani daim de göz yaşları, hamımız çöreği, hamımızın kalbimiz yanağılıyır. Allah bütün şəhidlərimizə rəhmət eləsin ki, onların canı, qanı bahasına, yəni qəbirstanlığımız da azad oldu. Kəndimiz azad olsun inşallah. Bu da Rəşqan. Sənin qardaşındır. İnşallah biz burada qəbir ziyarətindəyik. Allah qardaşına rəhmət eləsin, Allah ruhunu şad eləsin. Böyle qara çuğ deyil, həmən deyil o dağdır. Bu posta onun aşağısı idi bu post. Böyle onun üstündə bir erməni postu.